Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve sahbihi ecma'in emma ba'd. إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم. İnşallah dəstəmaz almağın, yəni görüntülü formasını inşallah sizə təqdim etmək istəyirəm. Yəni bəzi qardaşlar xahiş edirlər ki, göstərək. Çünki bəzən naqisliklər olur və bəzilərimiz yəni kamil şəkildə dəstəmaz ala bilmirik deyə. Ona görə ola bilsin inşallah Allah Taala yəni baxanlar üçün faydalı eləsin. Və inşallah istəyirəm birinci, yəni şifahi, yəni dəstəmazın yəni əvvəldən axıra kimi şifahi izah edeyim və sonra inşallah tətbiqini, yəni dəstəmaz almaqla sizlərə göstərəcəm inşallah. Dəstəmazda birinci niyyət qardaşlar. Yəni ilk növbədə yəni bütün əməllərə niyyət olduğu kimi dəstəmaza da başlayanda insanın niyyəti olmalıdır ki, bu dəstəmazı səhih olsun. Ümumiyyətlə insan meclisə gələndə, namaz qılanda və həmçinin də ümumiyyətlə digər əməllər edəndə ilk növbədə niyyətdir. Niyyətdə yəni özünü yəni çətinə salmaq lazımdır. Yəni niyyət ki, artıq yəni əmələ başlayanda, insan əmələ gələndə artıq onun yəni, niyyəti olur və bu niyyəti də dillə tələffüz etmək düzgün deyil. Və sonra dəstəmazda təsmiyyə, bismillah demək. Yəni ikinci iş dəstəmaza başlayanda bismillah deməkdir. Yəni təsmiyyənin hökmü qardaşlar, yəni cümhur alimlərə görə, İmam Malik, İmam Şafi, İmam Əhməd və Əbu Hanifə və cümhur alimlər deyiblər ki, təsmiyyənin hökmü, yəni bismillah deməyin hökmü müstəhəb. Yəni bir insan yəni bismillah deməyib dəstəmaza başlasa, onun dəstəmazı səhihdir. Lakin bəzi mühəddislər deyiblər ki, bismillah demək vacibdir, lakin səhih, yəni racih görüş odur ki, yəni bismillah cümhura görə müstəhəbdir. Və sonra dəstəmazdan qabaq, yəni ilk növbədə əllərin yuyulması. İlk növbədə əllərin yuyulması, yəni 3 dəfə əllərin yuyulması. Əllərin yuyulması məsələsi qardaşlar, yəni əllər yuyulması 3 halı var. Əllərin, yəni dəstəmazdan əvvəl, yəni inşallah bu izah şifahi və sonra hamısını inşallah dəstəmaz almağını izah edəcəm. Əllərin yuyulması 3 halı var. Birinci halı yuxudan qalxanda. Yuxudan qalxanda, istər gündüz, yəni yat yuxudan qalx və ya gecə yatıb yuxudan qalxanda səhər dəstəmazı alanda əlləri yumaq 3 dəfə vacibdir. Yəni yatıb qalxmısansa dəstəmazı yumaq, yəni dəstəmazda əlləri əvvəldə yumaq vacibdir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, yəni əlini qaba salmamış, hətta yaxsiləhə, yəni əllərini yuvardı, fələ tədri eynə bətət yədəhu deyir. Çünki sən bilmirsən, sənin əlin hara toxunur. Yəni sən bilmirsən, sənin əlin hara toxunur. Deməli, birinci hava olur ki, yəni yatıb qalxmısansa, əllər yuyulur, vacibdir. Yatıb qalxmısansa, yəni adi halda gəlmirsən dəstəmaz almağa, əlləri yumaq 3 dəfə müstəhəbdir. Əlləri yumaq 3 dəfə müstəhəbdir. Yəni yumuyur. Ağıza burundan başlasan, dəstəmazı səhih. Yəni bu adi haldadır. Yox, yəni adi halda o mənada ki, əgər nəzasətin olmamasından əminsənsə, yəni əlin batmayıb, yəni adi halda gəlib dəstəmaz alırsansa və yuxudan yatıb qalxmamısansa, bu halda əlləri yumaq müstəhəbdir. Əlləri yumaq sünnədir. Və üçüncü halı olur ki, yəni bilmirsən əlin batır, yoxsa əlin batmayıb. Yəni bilmirsən nəzasətlidir, yoxsa nəzasətli deyil. Belə halda əlləri yumaq müstəhəb, yəni şəkdə olduğun üçün dəstəmazdan əvvəl əlləri yumaq müstəhəbdir. Və bu əlləri yuvandan sonra gəlir ağıza, buruna soğunmaq. Yəni ilk növbədə ağız burun. Ağıza buruna soğunmaq qardaşlar, yəni alimlər ixtilaf ediblər. Yəni bir əllə həm ağıza, həm buruna su alınır, yoxsa həm ağıza ayrı, buruna ayrı. Yəni bunları ayırmaq. Alimlər ixtilaf ediblər. Hənəfilərə görə və bəzi maliklərə görə və İmam Şafinin əksər şafilərə görə ayırmaq daha yaxşıdır. Yəni əvvəl ağıza, sonra başqa sudan yəni burnu təmizləmək. Lakin yəni maliklərdən olan İbn Rüşd və həmçinin İmam Şafinin özündən nas varid olub ki, və həmçinin həmbəllərə görə, yəni İmam Əhmədə görə, yəni bir yerdə almaq müstəhəbdir.
Yəni bir yerdə həm ağız, həm burun eyni anda ikisini də çəkmək, yəni ayırmamaq şərti ilə bu müstəhəbdir və bu həmçinin İmam Nəvavi Rahimullahın tərcih etdiyi görüşdür. İmam Nəvavi Rahimullah həmçinin İraqi bunların tərcihinə görə və həmçinin Həmbəllərə görə İmam Əhməd deyir ki, Rahimullah müstəhəb odur ki, eyni olsun. Və hətta İmam Nəvavi Rahimullah buyurur ki, وَأَمَّا الْفَصِلْ فَلَمْ يَثْبُتْ فِيهِ حَدِيث ayrı-ayrılığa etməkdə, yəni həm ağız ayrı, həm burun ayrı, buna deyil, səhih hədis varid olmuyor. Və biz də o görüşü tərcih edirik ki, bir yerdə alınması daha yaxşıdır. Yəni, ovuza alınma suyunun yarısı ağıza, yarısı da buruna çəkmək bir dəfə ilə bu daha müstəhəbdir. Sonra gəlin üz qardaşlar. Yəni, insan üzünü yuyur, yəni saçının, buna deyirlər mənbəti şər, yəni saçın buradan çıxan yeri ilə bir də çənənin altı. Çənənin altı, yəni bu alt üst hissəsidir və bir də qulaqların bu tərəfləri. Yəni qulağın bu hissəsi və bu hissəsi artıq bu belə üst sayılır. Yəni saçın çıxan yeri ilə çənə bu artıq üst sayılır və bir də qulaqların bu hissəsinə qədər buranı yumaq vacibdir. Yəni saqqalın bu alt hissəsini, yəni çənənin bu altını yumaq üzrə sayılmır. Yəni buranı yumasan da olaydı. Çünki üz artıq çənənin bu alt hissəsindən bu saçın çıxan yerində kimidir. Və bu üz yuyulduqdan sonra qalır təxlil lihyə. Yəni saqqalı təxlil etmək qardaşlar. Yəni təxlil, barmaqlarla suyun dibinə suyu çatdırmaq. Buna deyilək təxlil. Ümumiyyətlə təxlilin hökmü qardaşlar, alimlər ixtilaf edirlər. Yəni təxlil barədə hədislər, gələn hədislər səhihdir, yoxsa zəifdir. O alimlər ki, deyir zəifdir, ona tətbiq etmirlər. Və o alimlər ki, deyir təxlil səhihdir, yəni təxlil olunmalıdır, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem edir, yəni o alimlərə görə sünnədir. Xülasə, hətta İbn Qeym Rahimullah buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem daim eləmirdi, yəni saqqalını təxlil daim eləmirdi. Yəni, avələn mühəfiz aleyhi deyir İbn Qeym Rahimullah. Yəni, həddən edərdi, həddən etməzdi. Lakin xülasə qoyul odur ki, hər ikinci saqqalı sıxdır, yəni qalındır. Onlar zahirini yuması, yəni saqqalın zahirini yuması kifayətlidir. Yəni, onlara zahirini yumaq bəs edir. Yəni, onlara sıx, qalın saqqala suyun dibinə su çatdırmaq vacib deyil. Yəni, zahirini yumaq kifayətdir, lakin alimlər deyirlər ki, təxlil edərsə əfsədir. Amma kim ki, saqqalı xəfifdir, yəni seyrək, misal üçün, mənim saqqalım kimi, yəni seyrək, o seyrək saqqalın, üzün o saqqalın dibinə, yəni dəriyə, dərinin üz qabığına su çatdırma vacibdir. Aydın, yəni seyrək saqqala su çatdırma vacibdir. Yəni, bu, xülasə, yəni saqqalın yuyulmasıdır. Və sonra gəlir əllər qardaşlar. Və sonra gəlir əllər. Əllər də barmağın ucundan ta dirsəyə qədər. Yəni, əllər barmağın ucundan dirsəyə qədər yuyulur. Yəni, bəzi yol verilən maqsiylərdən, bəzi qardaşlar dirsəkdən biləyə qədər yuyur əlini. Bu, batildir. Yəni, bu tərəfi əlin ovucunu da yumaq rükundur. Kim əlin ovucunu yumarsa, artıq onun dəstəmazı batildir. Ona görə dirsəkdən ta bura qədər əllər yuyulur və inşallah hamısını tətbiqini göstərəcəm. Və sonra gəlir, qalır başa məsə çəkmək. Başa məsə çəkmək, qardaşlar, və bir məsələni unutdum, qeyd edim. Ağzın burnuna su alanda Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bəliğ fil istinşat, illə əndə buna saimən. Əgər oruc deyilsənsə, burnuna su alanı dərindən al. Yəni, oruc olmayan adam burnuna su alanda dərindən alması da alimlər deyirlər ki, müstəhəb. Və sonra, yəni əlləri yuvandan sonra artıq başa məsə çəkmək. Başa məsə çəkmək, yəni formaları müxtəlifdir, lakin səhih, yəni görüşü qeyd edirəm. Yəni, buradan qabağdan başlanılır arxaya ta qafaya kimi və sonra yenidən qabağa çəkmək. Bu artıq bu cürlə məsin formasıdır. Və sonra gəlir qulağa məsə çəkmək. Qulağa məsə çəkmək alimlər ixtilaf ediblər. Yəni, başa çəkdiyin suyunla qulağa məsə çəkirsən, yoxsa əlinin suyunu
təzəli qulağa mən çəkirsən. Bu ixtilafdır alimlər arasında. İmam Məlik, İmam Əhməd, İmam Şafi rahimehumullah deyirlər ki, təzədən almaq, yəni başa məhz çəkəndən sonra təzədən əli su vurub qulağa məhz çəkmək əfsərdir. Tək Əbu Hanifə rahimehullah deyir ki, yəni Hənəfilərə görə başın məhsin suyundan qulağa da məhz çəkilir. Qulağa da məhz çəkməyin forması qardaşlar, yəni bu səbəbə adlanır, bu barmağın adı. Yəni bu barmaqla qulağın daxilini və bu barmaqla ibhəmlə qulağın zahirini, yəni bu barmaqlar qulağın batinindən məhz çəkilir, amma yəni əlin bu barmaqlarla xaricinə, yəni bu barmaqlarla içinə və bu barmaqlarla zahirinə məhz çəkilir. Və sonra ayaqlar yuyulurmuşdur. İnşallah hamısını indi hətta tətbiq edim ki, yəni sizlərə asan olsun. Və necə qeyd etdik, yəni ilk dəstəmazda başlayarkən əlləri yuymaq və bəzi qardaşlar yəni suyu burada yol verilən xətalardan biri, bəzilər suyu çox açırlar, yəni sürətli. Bu da olmaz. Azmaz açmaqdan, yəni azmaz, yəni suyun tənklənməsi açmaq artıq bəs edir. Və ilk növbədə 3 dəfə əl bu formada 1, 2, 3 bu formada yuyulur, yəni ilk görülən iş və alimlər deyirlər ki, təxlilul əsabi, barmaqların arasını bu cür eləmək də sünnədir. Həm əlin, ayağın xüsusən, yəni su dərinə çatsın deyə. Və 3 dəfə yuyandan sonra əli 3 dəfə yəni yuduqdan sonra ağzı da turuna su alınır. Bu cür formada. Yəni sağla alınır və solla qaytarılır. Yəni 3 dəfə yəni kamil qüsul almaq üçün. Yəni hər gün 1 dəfə alarsa və 2 dəfə alarsa onun dəstəmazı yəni səhih. Və sonra üz gəlir. Yəni üzə də ki bu formada mənbəti şar, yəni saçın çıxan hissəsində çənənin altına kimi və bir də qulaqların bu hissəsinə kimi. Üz bu halda və tam üzün hissəsi bu halda yuyulur. Bu halda. Və bəzi qardaşların yol verdiyi naqisliklərdən üzü bu halda yuyurlar. Böyle. Ama yani bu da yumak olmaz. Yollar da kifayetlenir. Yani üzü yumak, yani pek böyle olmuyor. Yani üz temiz, yani alnından tutmuş ta çənənin aşağına və yanlara, qulaqlara tərəf yuyulur. Və kimin qeyd etdiyi, yəni saqqalı sıxdırsa, yəni saqqalı da yəni təxlil etmək, barmaqlara saqqalının suyun dibinə çatdırmaq sünnədir, yəni əfsərdir. Lakin təxlilin 2 forması var. Yəni bir qrup alimlər deyirlər ki, təxlil bu halda olur. Bolca su alınır, bu cür olur. Və bir qrup alimlər deyirlər ki, əli su vurandan sonra bu halda olunur. Və sonra üzü 3 dəfə bu halda, yəni üz təmiz yulandan sonra 3 dəfə əllər yuyulur. Yəni əlləri də qardaşlar, əllərin 3 dəfə yuyulma forması bu cürdür. Bir, iki, bir də 3. Hətta biləkdən aşağı da barmaqların ucuna qədər su çatması vacibdir. Və ikinci halı, yəni bu cür eləmək olar. Aldın, əldən. Bir, belə
2, yəni əldən diz istiqamətinə, yəni bura qədər yumaq olar. Və hər kim, misal üçün, suyu açır, əlini də suyun altına salsa və yəqin olsa ki, yəni bu hissədən parmaqların ucuna qədər su çatır, su deyil, lakin əlinlə yumasa dəstəmazı səhih olur yoxsa olmur? Cavab odur ki, o adamın dəstəmazı səhihdir, yəni əlinlə bu cür etməsə də cümhurun rəyinə görə, yəni su axıtsa, buradan da aşağı etmiş su axsa və yəqin olsa ki, hər yerdə su deyil, artıq yəni sənin dəstəmazı səhihdir. Və sonra sol əl yumur. 1, yəni 2, bu da 3. Bu halda. Hər kim, yəni solu ilk yusa və ikinci sağı yusa, onun dəstəmazı səhihdir, lakin əfsəli itirir. Yəni əfsəl olur ki, birinci sağdan başlayasan, sonra sola. Həmçə ayaqda da birinci sağ ayaq, ikinci sol ayaq. Lakin hər kim birinci sol ayaq və sonra sağ ayaq yuvarsa, onun dəstəmazı səhihdir. Və sonra başa məd çəkilir. Bu halda və sonra qeyd etdiyimiz kimi su təzələnir, əldəki su və qulağa məd çəkilir. Bu halda bu parmaqlar qulağın içini, həm də qulağın çölünü bu halda məhz edilir. Və sonra ayaqları yumaq, qardaşlar. Ayaqları yumaq biraz çox asandır. İnsan salır suyun altına, artıq ayaqlar yuyulur. Ayaqların da parmaqların arasını təxlil eləmək sünnədir. Hətta arasına da su dəysin. Torpaq kimi yuyulur. Bu halda bəs. Bu bir, bu ikinci və sonra üçüncü. Yəni 3 dəfə yumaq bu cür olur. Sonra sol. Bu bir, sonra 2 və sonuncu, üçüncü. Lakin hər kim bir dəfə yuvarsa, artıq onun da dəstəmazı səhihdir. Və sonra dəstəmazla bağlı, dəstəmaz aldıqdan sonra əllərin suyunu dəsmalla silmək. Alimlər ixtilaf edirlər, yəni əllərin suyunu dəsmalla silmək olar, olmaz. Yəni bu ixtilaf haramlığından və icazəli olmasını, yəni haramlıqdan söhbət burada gedir. Yəni ixtilaf məhkuluqla icazəli olmasındır. Yəni heç bir alim demir ki, dəsmalla silmək haramdır. Lakin bəzi alimlər və sahabələrdən varid olub ki, dəsmalla silinmir. Bir hədis gəlir, yəni hədisə əsasən. Lakin səhih odur ki, Osman Nəffandan və Həsən ibn Alidən, həmçinin İmam Malikdən, İmam Əhməddən, Sufyan Soridən, Əlqamədən, əksər tabinlərdən, sahabələrdən, Ənəs bin Məlikdən və sair sahabələrdən varid olub ki, dəstəmazı aldıqdan sonra əli qurulamaq, yəni dəsmalla silmək icazəlidir. Və sonra dəstəmazla bağlı qeyd etdik ki, saqqal sıx olanda, yəni sıx qalın olanda, yəni onun zahirini yumaqla kifayətlənmək olar. Lakin qüsul alanda tam əksidir. Yəni qüsul alanda sıx saqqala, qalın saqqalın dibinə su çatdırma vacibdir. Aydındır? Yəni qüsul alanda kiminki saqqalı sıxdır, yəni qalındır, dəstəmazda zahirini kifayətlənsə də, yəni təxlil etmək
sünnədir. Amma qüsul alanda yumaq, saqqalın dibini, yəni dəri süsü saxlamaq vacibdir. Və bu, yəni, qısa qardaşlar, yəni, Allah-u aləm, yəni, əgər səhvləri yol verdimsə, yəni, əstəxfirullah edirəm. Və bu qısa dəstəmazın görüntülü təlimi idi. Və dəstəmaz qardaşlar çox asandır. Yəni, bəzi qardaşlar özünü yüklüyüb, yəni, dəstəmaz almağı çətinləşdirir. Bəziləri görürsən ki, əlləri 2 dəqiqədən, 3 dəqiqədən artıq yuyuyor. Misal üçün, bəziləri üzünün yolunda əziyyət çəkir. Yəni, bu çox asandır. Yəni, insan bir dəfə ala bilər, hər üzvü yuya bilər, 3 dəfə də yuya bilər. Yəni, dəstəmaz almaq. Peyğəmbər sallallahu aleyhi və səlləmin dəstəmazı çox asandır. Yəni, dəstəmazı çətinləşdirmək olmaz. Yəni, şeytanın hilələrindən, yəni yollarından insana daxil olmaq. Biri də odur ki, insanın dəstəmazda vəzifəsi salır. Vallahi, Peyğəmbər sallallahu aleyhi və səlləm dəstəmazı asandır. Yəni, dəstəmaz almaq çox asan və bu göstərdiyimiz qaydadadır. Allah-u aləm, yəni səhih tərcih etdiyim görüşləri qeyd etdim və Allah Təbarək və Teala istəyirəm ki, eşlənlər üçün və baxanlar üçün faydalı eləsin. Və sallallahu alə nebiyinə Muhammed və alə əlihi və sahbihi əcməin.